Hər cümə günü 12-ci İmam Zaman əleyhissalamı yad edirik. Bu xütbələrdə də elə girişdə, sonda ki, İmam Zaman əleyhissalam üçün qiyam edirik. Bunlar rəmzi bir hərəkətlərdir, amma böyük bir hadisədən xəbər verir. İmam Zaman əleyhissalamın salamatçılığına dua da oxuyuruq hər namazdan sonra. Bunlar hamısı bizə gəlib çatan bir irsdir və bizə verilən bir mesajdır. Bunu harada axtarmalıyıq? Həyatda, həyatın mətnində. Yəni, bunlar nə əfsanədir, nə dastandır, nə nağıldır, nə hekayədir. Bu, insan həyatının tarixidir. Bu, tarixi hadisələr də eynən o domino daşları kimi hamısı biri-birinə təsir qoymaydadır. Bugünkü hadisələr keçmiş hadisələrin əsərləri və nəticələridir. Və bu hadisələr özləri də hansı isə hadisələr üçün bir təsir qoyan amildir. Hara gedir? Bu, bəşər övladının hərəkətləri hara tərəf gedir, hara çatacaq, mənzil haradır? Bizim bu dini rəmzlərimizdə bunlar hamısı yatıb. Hədislərdə hamısı deyilib, səhih hədislərdə. Quran ayələrində hamısı deyilib. Sadəcə bunları hamısını biri-birinə uzlaşdırmaq lazımdır. Bir-birinin yanına yığıb ümumi bir nəticəyə gəlmək lazımdır. Nə vaxt olacaq bu zuhur? Allah təbarək və Teala'dan başqa heç kəs bilmir. Amma deyilən o rəvayət və hədislərdə insanlarda bir təsəvvür yaranır. Olmaya bugünkü hadisələr həmin o hadisələrdir ki, bunlar həmin zuhur üçün bir zəmin yaradır. Olmaya bu hadisələr o hadisələrdəndir. Ona görə də siyasi təhlillərimiz gərək çox dərin və dəqiq olsun. Möminin siyasi təhlilləri və analizləri öz dinini və dini göstərişləri kənara qoymaqla əmələ gəlməz. Çünki bizim müntəzir olduğumuz o şəxsiyyət nə dünya hadisələrindən ayrıdır, nə dünya siyasətinə biganədir. Həzrəti Peyğəmbər özü imam idi, rəhbər idi, siyasətçi idi. Və əntum sasətul ibad. Cami-i Kəbirə ziyarətində var. Biz Əhl-i Beytə bəndələrin siyasətçisi deyirik, onlar da siyasətçi olublar. İmam Zaman əleyhissalam da gələcək siyasətə qarışacaq. Dövlətlər arasında zahir olacaq, dövlət elan eləyəcək. Ümumbəşəri bir dövlət, ilahi bir dövlət elan eləyəcək. Hadisələr də buna tərəf gedir. Yaxın tariximizə baxaq. SSR-i dağılandan sonra hegemonluq kimə çatdı? Qərb ölkələri koalisiyası, başda ABŞ, Amerika Birləşmiş Dövlətləri olmaqla, yəni başda Amerika idi. Yeni çağın ağası və hakimi oldular. Yaşı çox olmayanlar belə bunu yaşayıblar, görüblər. Belədir, belə deyil. Oldu. Yeni nizam və yeni düzən ortaya çıxdı bu bəşər müasir tarixində. Bu yeni qüdrətə tabe olmayan 3 cavan dövlət peyda oldu. Biri İran İslam Respublikası, yeni qurulmuşdu. Şahlıq neçə min il var idi. Amma İran İslam Respublikası o dövlət ki, İslam təlimləri üstündə bina olundu,
O yeni bir dövlət idi. Rusiya Federativ Respublikası tabe olmadı. Bu da cavan bir dövlət idi. SSR dağılandan sonra böyük bir əraziyə və böyük bir təbii sərvətlərə sahib olan bir dövlət vücuda gəldi. Qədim Rusiya torpaqlarında və dövlət üstündə. Bir də Çin Xalq Demokratik Respublikası. Bu üç cavan dövlət yeni nizama tabe və təslim olmadılar. Qərb hegemoniyası, ABŞ və NATO, bir də başda Siyonizm olmaqla bütün çalışdıqları bu idi ki, bu dövlətləri özlərinə tabe edib ram etsinlər. Belə istəyirdilər. Çində komünizm idi. Çin dövləti çox zirəklik elədi. Komünizmi itirmədi, adını saxladı. Amma onu döndərdi kapitalizmə. Qırmızı kapitalizm. Çində qırmızı kapitalizm yarandı. İqtisadiyyatı kapitalist nəzəriyyələri üstündədir. Amma dövlətinin əsas dayaqları komünizm nəzəriyyəsinin üstündədir. İnkişaf elədi. Bu günləri gəlib çatıb artıq ABŞ-ın ən böyük rəqibinə dönüb. İqtisadiyyatda və inkişafda. Demək olar ki, hər zəmində ABŞ dövləti ilə bir qədəm götürür. Rusiya Federativ Respublikası, bunun taleyi necə getdi qabağa? Rusiya dövləti, yeni Rusiya dövləti istəyirdi Qərb blokuna inteqrasiya eləsin. Çox can atırdılar. O Yeltsinin dövründə çox istəyirdilər ki, onların bir parçası olsunlar. Və bununla da öz təhlükəsizliyin təmin və təzmin etsin. Hətta özləri də dəfələrlə təklif ediblər ki, biz də NATO-nun bir üzvü olaq. Amma ABŞ və NATO dövlətləri neynədi? Rusiya dövlətinə xəyanət elədilər. Üzdə aram edirdilər, arxayın edirdilər, altdan öz işlərini görürdülər. Bu da çox çəkmədi ki, Rusiya dövləti artıq bunların qabağında ölçü götürməyə məcbur oldu. Ölçü götürdü və bu günləri o götürülən ölçünün əsiri və giriftarlarıdırlar. Bu, Ukraynada olan müharibə Rusiya dövləti ilə Ukraynanın arasında olan bir müharibə deyil. Bu, əsl həqiqətdə Qərb bloku ilə Rusiyanın arasında olan davadır, müharibədir. Əgər Rusiya dövləti, Allah hifz eləsin, Allah düşmənlərinə qalib eləsin, ölçü götürməsəydi, artıq onlar bütün dünyaya hakim ola biləcəkdilər. Onların qabağında dura biləcək ən böyük qüdrət və dövlət Rusiya Federasiyasıdır. Özləri də etiraf edirlər ki, biz Rusiya ilə bacara bilmədik. Aralarına nifaq düşdü, təfriqə yarandı aralarında, bölündülər. Qərb bloku artıq bölünüb. Avropa dövlətləri artıq ABŞ dövləti ilə bir siyasətdə deyil. Hələ indi bunun öz təhlilləri var, ora toxunmuruq. Bir də İran İslam Cümhuriyyəti. Bu da yeni dövlət, amma din ideologiyası ilə çıxıb meydana və SSR dağılandan sonra, Çin zəifləyəndən sonra demək olar ki, Qərbin qabağında dayana yeganə bir qüvvə bu İran İslam Cümhuriyyətinin möminləri oldu. Alim müctəhidlər oldu. Onlar əgər o periodda təslim olsaydılar, demək olar ki, bu günləri Çin dövləti də inkişaf edə bilməzdi və Rusiya dövlətinin də aqibəti görəsən nə olardı bilinmir.
Oradan artıq nədir? Başladı hadisələrin tam qərb dövlətlərinin meylinin əksinə hərəkət etməyə. Oradan başladı. Bunlar hamısını dəqiq, düzgün təhlil eləmək lazımdır. Bu günləri, bu nəticələri doğru düzgün çıxartmaq üçün. Yoxsa media gündəlik xəbərlərlə o beyni iflic eləyir. Beyində olan o ardıcıllığın içinə mikrob salır, şək-şübhə yaradır. Amma ardıcıl götürəndə və müminin də əsas vəzifəsi budur ki, hər şeyi doğru düzgün təhlil eləsin və araşdırsın. Və burada bir haşiyəyə çıxım. Bizim əsas hədəfimiz, məqsədimiz, amalımız bəşərin xoşbəxtliyi və millətlərin firavanlığıdır. Bunu deyim. Din buna çağırır, buna göstəriş verir və dini quruluş axırda o tərəfə gedir ki, bəşəri xoşbəxt eləsin. Ədaləti gətirsin bəşər övladının həyatına. Budur. Əgər kimsə dini elə anlaya və elə başa sala ki, dində hamısı öldürüləcək, başı kəsiləcək, ondan sonra din heç kəsə rəhm etməyəcək, insanların abrı gedəcək, belə din yoxdur. Bu, kiminsə şəxsi səlqəsidir, öz baxışlarıdır. Ümumi dinin təfsirini və açıqlamasını deyəndə və göstərəndə bu olur ki, din hətta qeyri-müsəlmanların da xoşbəxtçiliyini istəyir. Və biz də bunun üçün çalışırıq. Hər sözümüzün, hər məclisimizin, hər hərəkətimizin dalında bu durub. Həm öz millətimizin, həm digər millətlərin, xalqların xoşbəxtliyi, saadəti həm dünyada, həm axirətdə. Bu qəlb xeyirxah qəlbdir. Peyğəmbər belə olub, imamlarımız belə olub. Bütün peyğəmbərlər də belə olub, buna dəvət ediblər. Bəşərin xoşbəxtliyinə, saadətinə. Ona görə də münafiqlər, qeybət edənlər, sözbazlar, ara vuranlar, başqalarının pisliyi üçün çalışanlar, xalqa zülm edənlər, ona görə də qınanılır, pislənilir də. Ona görə pislənilir ki, xoşbəxtliyi aradan aparır. Ölçü götürün deyir ki, sizin sağlamlığınızı, rifahınızı, xoşbəxtliyinizi, saadətinizi aradan aparmasın. Yoxsa özünüz də imanınızı itirəcəksiniz, övladlarınız da əldən gedəcək, nəsliniz məlum deyil necə olacaq və axirətiniz də xeyirli olmayacaq. Bunları çox demək lazımdır. Yəni, xütbələrin ən şax sözləri bunlar olmalıdır. Bu sözlər ki var, dinin çünki şirəsidir, bu canıdır, dinin canı budur. Bəşərin xoşbəxtliyi. İran İslam Cümhuriyyətini tabe və təslim eləmək üçün ABŞ, NATO və İsrail ölçülər götürürdü. Bunun üçün nələr etdilər? Qısa vurğulayım. Birinci, iqtisadi sanksiyalar tətbiq etdilər ki, zəiflətsinlər, xalqın dolanışığı yaxşı olmasın. Fəqir, kasıb və zəbun olsunlar. Qərb digər xalqları belə görmək istəyir. İstəyir ki, digər xalqlar, dövlətlər kasıb olsunlar, fəqir olsunlar və möhtac olsunlar qərb dövlətlərinə. ABŞ dövlətinə möhtac olsunlar. Bütün pul sistemləri də onların əlində və bunun vasitəsilə də bütün dövlətlərə təzyiqlər göstərirlər. Sanksiyalar tətbiq edirlər. Sözə qulaq asmadın, tabe olmadın, təslim olmadın, sənin bütün hesablarını bağlayacaq. Həm fərd, həm dövlət hesablarını bağlayacaq. Nəyə görə? Çünki hamısı onların o pul, bank sistemlərinin mərkəzlərindən dövr eləyib keçir. Bacarmışdılar da, bunu ələ gətirməyə bacarmışdı. Cəmiyyətdə dini və əxlaqi tənəzzül yaratmaq istəyirdilər İran
cəmiyyətində bunu dəfələrlə istəyiblər eləsinlər. Pozğunluğu, əxlaqsızlığı, azğınlığı yayırdılar ki, buna şəhid rəhbər Allah ruhun şad eləsin, ruhuna bir salavat deyək. Allahümme salli ala Muhammed. Təhacümü fərhəngi deyirdi. Yəni, o millətin əxlaqına və maarifinə, mədəniyyətinə hücum etmək. Onsuz da bütün dünyanı hamısını çöktürüblər. Bu zəmində əxlaqı və maarif mədəni zəminində çöktürüblər. Xalqda hakimlərə və rəhbərlərə qarşı nifrət yaratmaq istəyirdilər. Etiraz və ixtişaşlar dalğaları yaradırdılar. Casuslar və xainlər şəbəkələri təşkil edirdilər. Milli və məzhəbi ədavətlər törədirdilər. Millətlər arasında və məzhəblər arasında ədavət yaradırdılar. Qonşu dövlətlərinin arasını vurmaq istəyirdilər. İranla qonşu dövlətlərin arasını vurmaq istəyirdilər. Hərbi mühasirəyə alırdılar. Hərbi münaqişəni artıq yaratdılar. Gəldilər, bu günləri elə bir vəziyyətə çatdılar ki, artıq bütün dünya onların məğlub olub, zəlil və şikəst yediklərini görür. Artıq ortadadır. Razılığa gəlmək üçün can atırlar. Çalışırlar ki, razılığa gəlsinlər. Əvvəl təslim etmək istəyirdilər. Özləri də artıq gizlətmirdi. Deyirdi, təslim olmalıdır. Amma bu günlər deyirlər ki, razılığa gələk, məsələləri həll edək. Bunun üçün bir vəziyyəti naməlum, mübhəm bir başçıları var, prezidentləri var. Hər saat yeni söz deyir. Dünyada artıq onunla elə bil ki, əylənir. Yəni, onun diplomatiyası ilə dünya artıq əylənir. Öz mediaları da artıq gülür onlara. Elə bir vəziyyətə gəlib çatıblar. O prezident, yəni Donald Trump, artıq onlar üçün yanmış və xərclənmiş bir figurdur. Haçan üstündən keçib gedəcəklər bilinmir. Yəni, bunu vermişdilər qabağa ki, bunun öz keçmişi cinayətlərlə dolu idi. Vermişdilər qabağa bu cinayətləri bunun əli ilə törətsinlər, hər şey bunun boynuna qalsın. Bu da bacarmadı. Artıq bu da öz məsrəf tarixini itirib. İndi gedişat necə olacaq? Bunu hədisdə oxuyaq və ərzimi tamam eləyim. İmam Sadiq əleyhissalam, yəni biz ümid edirik ki, gedişat bura gəlib çatsın. İmam Muhammed Baqir əleyhissalamdandır hədis. Bu hədis də qədim kitablardadır və bu hədisin məzmunu əhl-i sünnə hədis mənbələrində də var. Bir neçə bu məzmunda hədis var. Ən Əbi Cəfər əleyhissalam ənəhu qal. İmam Muhammed Baqir əleyhissalam belə buyurur. Kəənni bi qavmin. Mən bir qövmü görürəm. Elə bil özüm də onların yanındayam. Qəd xərəcu bil məşriq. Məşriqdən qalxıb qiyam ediblər. Yətlubunəl haqq. Haqqı tələb edirlər. Fəla yu'tavnah. Amma düşmən o haqqı onlara vermir. Onlarla vuruşur. Summa yatlubunahu fala yu'tavnah. Yenə də mübarizələrinə davam edirlər. Yenə də haqlarını vermirlər onlara. Fə izə rəu zalikə, vəziyyəti belə gördükdə vədəu suyufəhum əla əvaniqihim. Silahlarına sarılırlar. Fə yu'tavnə ma səəlu. Artıq istədiklərini onlara verirlər. Mübarizə aparırlar, nail olurlar. Düşmən aciz qalır və onların qabağında
onların istədiyini vermək istəyir, razı olur onların istəyinə. Fəla yəqbəlunahu hətta yəqumu. Razı olmurlar. Düşmənlə yenə də razılaşmırlar. Və yenə də qiyamdadılar və la yədfəunaha illa ilə sahibikum. Bu mübarizəni də gətirib çatdırırlar sizin imamınız İmam Zaman əleyhissalama. Salavat Peyğəmbər aləmə. Qətillahum şuhada. Onların məktulları şəhidlərdir. Hamısı şəhiddir. Kim ki bu mübarizə meydanında, müqavimət meydanında bu qərb canilərinin, zalimlərinin qabağında durub öldürülür, hamısı şəhiddirlər. Amma inni lav adraktu zalika la abqaytu nafsi li sahibi hadal amr. İmam özü buyurur, deyir ki, əgər mən o vaxtda olsaydım, mən də onlarla birlikdə olardım və imamımızı gözləyərdik. Qaib imamımızı gözləyərdik.